Əgər avtomobilinizdə sükan ağırlaşıb, sərtləşibsə, bəlkə də səbəb sadəcə YPS-dir. YPS nədir? YPS-in açıqlaması elektronik power steering, ki tərcümədə Azərbaycan dilində elektron sükan gücləndiricisidir. Yəni gördüyünüz kimi bu detal. Elektron sükan gücləndiricisi mexaniki deyil, elektronikidir. Yəni tokla işləyir. Hidravlik sükan gücləndiricisidən fərqli olaraq elektron sükan gücləndiricisi daha komfortludur, yəni idarə etmədə və yanacaq sərfiyyatına da qənaət edir. Yəni motordan güc almadığı üçün, elektriklə qidalandığı üçün, yəni yanacaq sərfiyyatında fərqi olur. Videonun başında vurğuladığım kimi, əgər sizin sükanınız ağırlaşıbsa, sərtləşibsə, mütləq şəkildə diaqnostikaya yaxınlaşmalısınız ki, bu diaqnostik aparatında C1604, C1259, C2112 aşıbqaları çıxırsa, bu elektrosilisinin modulunda, motor diskində və ya bucaq datkində, sensorunda yəni problem olduğunu göstərir. Yəni bəzən də kalibrasiyadan olduğunu bildirir. Yəni adaptasiya, kalibrovka eləmək yetərli olur ki, rulun yumşalmalıdır. Onun üçün də mütləq şəkildə professional ustalara yaxınlaşın ki, dəqiq həll yolunu tapa biləsiniz. Əgər kimdəsə belə bir problem olubsa, rəy bölməsində yazsın və paylaşın ki, bilməyənlər də agah olsun.